Məlum olduğu kimi, dəniz nəqliyyatı beynəlxalq ticarətin və qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri olaraq qalır. Yenavaz.com Vizual Kapitalistin açıqladığı son məlumatlara istinadən xəbər verir ki, dünyanın ən böyük gəmiçilik mərkəzləri arasında Çin açıq üstünlüyə malikdir. Bildirilir ki, qlobal konteyner daşımalarının 40%-dən çoxu məhz Çinin payına düşür. Reytinqdə birinci yeri illik 51,5 milyon TEU yük dövriyyəsi ilə Çinin Şanxay limanı tutur. İkinci pillədə 41,1 milyon TEU ilə Sinqapur, üçüncü yerdə isə 39,3 milyon TEU ilə Çinin Ningbo Zhoushan limanı qərarlaşıb. Hazırda dünyanın ən aktiv 10 limanı bunlardır. Məlumat üçün qeyd edək ki, TEU 20 futluq standart konteynerlərə bərabər ölçü vahididir və limanların konteyner yük dövriyyəsinin qiymətləndirilməsində istifadə olunur. Orta hesabla bir TEU 10-14 ton yük daşıyır.